Allahümme salli ala Muhammedin ve Allah rahmet eylesin. Analar, tədbir iştirakçıları. Bugün bizim ilk şəhidimiz olan Toğrul qardaşımızın cənnətdəki mövlud gününə yığışmışıq. Mən istərdim ki, tədbirimizə başlamamışdan öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda, müstəqilliyimiz, suverenliyimiz uğrunda öz şirin canlarına keçən əziz şəhid qardaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Bəli, 44 günlük müharibə bizim şanlı tariximizə qızıl hərflərlə yazıldı. O qızıl hərflərlə yazan igid qəhrəman oğullarımız hamısı vətənimizi, torpağımızı azad edərək öz şirin canlarından keçdilər. Və həmişə də qürurla və irəli komandasına çox ürəklə gedən igid qəhrəman oğullarımız. Mən həmişə deyirəm, vətən sözü hərə üçün bir mənanı kəsb edir. Kimisi anamdır deyir, kimisi balamdır deyir. Artıq bu vətən bizim şəhid qardaşlarımızın vətənidir. Çünki onların qanı tökülüb o torpağa. Orada onların şəhid qardaşları və qazi qardaşlarının qanı tökülür. Və həmişə də qeyd edirik ki, vətən sözü 5 hərfdən ibarətdir, bir əldə də 5 barmaq var. Onu yumanda möhtəşəm və o gözəl yumruq, yəni dəmir yumruq əmələ gəlir. Bax, o dəmir yumruğu əmələ gətirən oğullarımız hamısı bizim igid qəhrəmanlarımızdır. Bizə həmişə tanıtdırıblar Babəki, Koroğlunu. Bizim Babəkimiz də bu oğlanlardır, Koroğlumuz da. Bizə görmədiyimiz qəhrəmanları tanıtdırırlar. Amma biz bugün gördüyümüz qəhrəmanları gələcək nəsilə tanıtdırırıq. Və bu günlərim burada şəhid ailələrin işləri üzrə şöbə müdürü Samir müəllim başda olmaqla Veteranlar Birliyinin sədri bizim əziz dostumuz, komandirimiz Eyşan müəllim iştirak edir. O cümlədən 1-ci Qarabağ müharibəsinin iştirakçısı olan bizim əziz qazi qardaşımız Rizvan əmi iştirak edir. Rizvan əmigil burada görəndə elə bildik ki, Xanı əminin də burada. Allah Xanı əmiyə də rəhmət eləsin, məqamını uca eləsin. Sabahlarım onun 40 mərasimidir. Və bu günlərim bizim Toğrul qardaşımızın döyüş yolundan danışmaq üçün elə sözü Samir müəllimə verir. Əziz şəhid ataları, şəhid analarını, mən də hər birinizi salamlayıram. Bildiyiniz kimi Murtuza Toğrul 44 günlük vətən müharibəsində Ağdam rayonunun ilk şəhidi olmuşdur. Şəhidlər xiyabanında məhz ilk onun məzarı dəfn edilmişdir. Bəli, 23 yaşında qəhrəmancasına şəhid olmuş qardaşımız 1997-ci ilin məhz bu günü dünyaya göz açmışdır. Bəli, bugün bildiyiniz kimi Mahin xala səhhəti ilə bağlı müalicədə olduğuna görə elə bugün onun bacıları, qardaşları, oğlunun dostları burada iştirak edir. Mən sizin hər birinizə öz minnətdarlığımı bildirirəm. Sadəcə olaraq bu ilk şəhidi olduğuna görə mənə bir şey xatırlatdı. 44 günlük vətən müharibəsində 27 sentyabrda biz Cəbrayıl istiqamətindəydik. Lələtəpənin sol istiqaməti Arazqırağı. Yəni mənim üçün deyərdim ki, ən çətin an idi, ən çətin günlər idi. Məhz həmin günlər, cəbhə xəttinin birinci eşelon xəttinin daha sonra, yəni bilirsiniz, mən orada Azərbaycan oğlunun, Azərbaycan kişisinin nələrə qadir olduğunu gördüm. Bir komandir kimi 20 yaşında olan oğullarımızın sanki düşmən müdafiədə yerləşmiş 30 il ərzində bilirsiniz, onlar o əraziləri daha yaxşı tanıyırdı. Biz o tərəfi görməmişdik. Amma
sanki onlar mövqələnmişdilər və belə deyək də çox rahat şəkildə yəni bizi sustura bilərdilər. Amma məhz oğullarımız əlində avtomat Allahu Əkbər deyə, bax o Cəbrailin bu hansı ki Haroğlu, bu Lələtəpənin qarşı tərəfləri, Şahvəlli kəndinin, mən o sarı təpələrin üstünə oğullarımızın necə böyründəkini şəhid edirdilər, yaralı edirdilər, amma o birisi ona baxmırdı və özünü səngərin içine atmaq üçün məhz ölümün gözünə dik baxır. Mən bunu nəyə görə deyirəm? Mən həmin vaxtı, inanın, bəlkə də onda mənim olardı 29-30 yaşım. Mən onda belə məhəttər qalırdım ki, ilahi, yəni mən ən azından bir köhnə hərbiçi idim, neçə il hərbi lisey, hərbi akademiya oxumuşdum. Amma 20 yaşında götürəndə 20 yaş, 22 yaş elə bir yaş dövrüdür ki, yəni gənc oğlan uşaqlarının daha belə deyək, başqa yöndə olan, daha başqa düşüncədə olan, həyata daha bağlı olan vaxtlarıdır. Amma məhz mən orada sizin övladlarınızın, bizim qəhrəman oğullarımızın nəyə qadir olduğunu gördüm. Qəhrəman oğullar sanki hər biri 23 yaşında, 22 yaşında, 20 yaşında hər birinizin xatirində qalacaqdır. Mən sizin hər birinizə öz dərin minnətdarlığımı bildirirəm. Qəhrəman qardaşımızın anasına Allahdan şəfaət edirəm. Elə Mahin xala, bizim digər analarımızın, mən hər birinin Allaha and olsun tam səmimi deyirəm. Yəni öz xalam, öz anam kimi yanaşıram. Çünki mən də o diyaloğun içində olmuşdum. Düşünürəm ki, bəzən mən olsaydım, mənim anama o necə davranacaqdı. Bax, həmin o cür. Amma mən sizin hər birinizə öz dərin minnətdarlığımı bildirirəm. Əksəriyyətin sağlığında tanıyırdım, xidmət eləmişdim. O uşaqlar həqiqətən də şəxsən elə sizlər kimi, yəni həqiqətən də bu qəhrəman oğulların elə məhz siz kimi ana-ataları yəni olmalı. Bir daha hər birinizə öz minnətdarlığımı bildirirəm. Necə ki bugün məhz qardaşımızı, biz bugün bura Qorxmaz müəllimlə ikimiz də gələ bilərdik. Siz gəlməsəniz də biz həmişə hər şeyi başa düşürük. Amma mən görəndə həqiqətən sevinirəm ki, Mahin xala, yəni yəqin ki onun qulağına çatacaq ki, biz bugün onun övladını yad eləmişik. Allah səbr versin, sizin qarşınızda baş əyirəm. Arzu edirəm ki, digər övladlarınızın gözəl günlərini görəsiniz. Siz analar, əziz atalar, bu oğulları məhz siz yetişdirmişsiniz. Sizin şərt o deyil ki, Toğrulun anası Mahin xanadır və yaxud da digər şəhidlərimizin valideynləri olsun. Zibeydə xala bizim Bərdə şəhidimizin Turqutun anasıdır. Yəni bunu deməklə məqsədim odur ki, bu analarımızı, yəni sizin hər birinizin bir-birinə bağlılığınız var. Sizin oğullarınız sizi fərqi yoxdur. Bu günlərim Atlas xala da, Aybəniz xala olsun, Rada xala olsun. Sizin hər biriniz bir-birinizin, mən bilirəm ki, bacı kimi, bacı övladı kimi, qardaş övladı kimi bir-birinizin tədbirlərinə gəlirsiniz. Sanki övladlarınızla həm görüşürsünüz, onlarla söhbətləşirsiniz. Bu xiyabana mən demək olar ki, bəzən olur günün sonunda da gəlirəm, nəsə bir işlə bağlı və yaxud da belə. Mən sanki elə bir bu qəhrəman oğullar həyatdadırlar, onlarla biz söhbət edirik, onlar bizi görürlər. Yəni, bəli, müharibə sizin gözü, yəni siz 30 il ərzində ən çətin keçmə-keçli həyat yaşamışsınız. Hər biriniz qaçqınlıq, məcburi köçkün, çadır şəhərciyi. Amma siz o mətinliyinizdən, belə deyək, o qürurunuzdan heç bir zaman xəşləməmişsiniz. Həmişə özünüz, belə deyək, övladlarınızı da o formada yetişdirmişsiniz. O uşaqlar hər biri, bəlkə də ac olanda da, ac susuz olanda, ən çətin dövrdə belə o uşaqlar heç bir zaman yəni, öz qürurunu sındırmayıblar. Yəni bunu məhz əziz analar, əziz atalar, siz eləmişsiniz. Siz yetişdirmişsiniz ki, bu qəhrəman oğullar məhz bu bayraq uğrunda, bu dövlət uğrunda, bu amal uğrunda qəhrəmancasına şəhədi olur. Ona görə də biz bir olalım. Allah birliyimizi pozmasın. Minnətdarlığımı bildirirəm hər kəsə, burada iştirak edən hər kəsə. Sağ olun. Bayrağına qurban olum, Aydın. Xudayarın, Toğrulumun uyuduğu torpağına qurban olum, Aydın. Nə zaman ki Azərbaycan demişəm, nə zaman ki adına can demişəm, hər adını çəkəndə canımı qurban demişəm, sorağına qurban olum, Aydın. Sonda sübut etdik, haqqı, nahaqqı, verdik hain iblislərə biz göz dağı, şəhidlərin Qarabağda qoyduğu, qollarına, gözlərinə, ayağına, canına qurban olum, Aydın. Bəli, bizim bugünkü məclisimizə, bugünkü tədbirimizə Bərdədən Xudayarımızın anası, o cümlədən Turqut qardaşımızın ata-anası bu günlərim qonaq gəliblər.
Bax, Samir müəllim çox gözəl vurğuladı. Bu oğullarımız rayonlarımızın analarını bir yerə birləşdirdilər. Hamısını bir-birinə bacı elədilər. Və bu günlərim həmişə deyirəm, bütün şəhid qardaşlarımızın valideynləri öz işləri ilə, öz əməlləri ilə həmişə yadda qalırlar. Necə ki, şəhidlərimiz hamısı öz igidliyi, qəhrəmanlığı ilə bu günlərim yadda qalırlar. Bu günlərim mən Reyəmini burada gördüm. Xoş gəlmişsiniz. Ziyarətinizi Allah qəbul eləsin. Siz mütəmadi olaraq Qarabağa ayağınız düşəndə ən birinci buranı ziyarət edib ondan sonra gedirsiniz. Necə ki, bu günlərim hər birimiz o torpaqlara ayağımızı basanda ən birinci sözümüz bu olur ki, Allah bütün şəhidlərimizin məqamını uca eləsin. Onların ata-anasına Allah səbir versin. Qazilərimizi qorusun. Bu veteran sözü bizim dildə deyil, elə qazidir. Bax, qazidir bizim sözümüz. Allah onları qorusun. Hal-hazırda hərbidə olan igid qəhrəman oğullarımız var ki, bu günlərim hansı ki bu qardaşlarımız o torpaqlarımızı onlara əmanət qoyub gediblər. Onlar bu günlərim orada fəxrlə, qürurla öz hərbi hissələrində qulluq eləyirlər. Mən buyursun Reyəmi. Ruhları şad olsun. Manalar qarşınızda baş əyir. Sırağa gün Şamillə danışıram telefonda. İl dönüm ərəfəsidir bizim torpaqlarımızın azad olunmasını və hər gündə şəhidlərimizin ana günləridir. Deyir vallahi o anaları görəndə deyirik, bir ömür hər gün 10 dəfə onların qarşısında baş əyməliyik. Amma azdır. Nemo sən də salamlayın. Amma azdır. Bizim dediklərimiz sözlər ancaq sizin üçün təhsillikdir. Siz hər biriniz canınızdan can itirmişsiniz, balanızı itirmişsiniz, bir atasını itirmişdir, biri qardaşım, biri həyat yoldaşım. Ona görə də ağırdır, belə günlərdə bizim dediyimiz sözlər təhsillik üçündür, ancaq təhsillik üçündür. Sizin yaranızı təbii ki, sağalda bilməz. Ruhu şad olsun bütün qəhrəmanlarımızda. Hamısına, bax bu yurdumuz azaddır bu günlər və biz incə ardama qədəm qoyduq, Bakıdan gəldik. Gələn kimi buranı döndük, ziyarət edək. Bizim əzizlərimiz də buradadır, həm də əzizlərimizin başında olan şəhidlərimiz buradadır. Başımızı uca elədilər dünyada, bax bizim bu şəhidlərimiz, qazilərimiz, döyüşçülərimiz, Müzəffər Ali Başkomandanımız, başda olmaq, Allah sizin ordumuzu qorusun, Müzəffər ordumuzu qorusun. Siz də gəlibsiniz buranı ziyarət edirik. Mən burada elə bir gün olmuyor ki, mən burada gəlib keçəndə burada bir, iki də olsa şəhid anası, şəhid atası, şəhid ailəsini görürüm. Qabaq gəlib burada keçəndə burada kim nəfədə başlatır. Ruhları şad olsun, valla nə deyim, söz acizdir. Onların əməyi, zəhməti göz qabağındadır, işğaldan azad olunmuş torpağımız, Azərbaycanın bayrağının daha da əzəmətli dalgalanmasıdır. Qürurumuzdur, fəxrimizdir. Valla şəxsən biz bir ömür nə qədər yaşayırıqsa, onların adı, xatirəsi qəlbimizdə qalacaqdır. Sağ olun. Sənə də sağ ol, əziz qardaşım. Həmişə bu tədbirləri təşkil edirsiniz, vaxt ayırırsınız, gəlirsiniz, iştirak edirsiniz. Biz də onun fərqindəyik. Borcumuz. Borcumuzdur. Elə bizim də borcumuzdur ki, sizə minnətdarıq. Allah köməyiniz olsun. Sağ olun. Allah canınızı sağ olsun. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə can sağlığı versin. Hal-hazırda bu oğlanların yadigar olan torpaqları qoruyan hərbiçilərimizi qorusun, şəhidlərimizi qorusun. Allah doğru balamızın da ruhunu şad eləsin, anasına şəfa versin. Yəni mən bu anaları burada gördüm, elə analar hər birinizə təşəkkür edirəm, atalara da, analara da ki, yəni səhər mən də olmasam, yəni mənim övladımın üstündə duracaq neçə anası var. Yəni bu günlərim Toğrul'un anası Balinsa'da olsa da yanındaki bu Ağdam analarımız, hamısı burada olmağı özü biz qürur verici hisdir. Yəni balalarından heç kim seçmir, şəhidlər hamısı eynidir. Amma birinci gün şəhid olan övladlarımız dəqiq idi, onlar onsuz da milli qəhrəmandılar. Çünki torpaqları bilmirdilər hələ orada nə var, kanlı məftil var, minalar var, nə var. Birinci qapını açan oğlanlar, yəni canı ilə, qanı ilə hamısı çıxanda
bayaq siz dediyiniz kimi, Sami müəllim dediyi kimi, bu şəhid olub, o birisi can atıbdır ki, onun qanını almaqdan ötəri sən yaratdınız. Allah hamısının ruhunu şad eləsin. Allah bütün analara, atalara səbir gözünü versin. Orada cennet məkan yaradıbdır. Bax, şəhid atasının bax bu işi yadda qalır. O cümlədən bax bizim Mehman əmi bizim hansı ki Türkiyədə olan o zəlzələdə şəhid atası kimi, yəni mənlə birlikdə getdik. Dükandan nə lazım idi aldıq və orada yazdı ki şəhid Sərvanın atası. Öz adını da yazmadı. Şəhid Sərvanın atası. Bax, şəhidimizə verilən dəyər budur. Bax, hər birimiz bax bu işləri görməliyik və həmişə də görürsünüz. Allah sizləri var eləsin. Həmişə də xalqımızın, elimizin, obamızın yaddaşında oğlanlarınız nətər ki, bizim başımızı uca elədi. Sizdə balalarınızın həmişə adını bax belə şərəfli ad kimi saxlayasınız. Buyur Fikrət əmi. Allah təmşəhətlərini rəhmət eləsin. Toğrul da elə cəbhə xəttini yalanlardandır. İlk şəhid olanlardandır. Yəni Toğrul bizim Turgut. İkisi də elə adları da uyğun gəlir. O da 27 şəhid olub. O da 23 yaşında şəhid olub. Bu da 23 yaşında. Bu da ilk şəhid gəlib Ağdama. Bizim uşağımız da ilk şəhid gəlib Bərdiyə. Allah məqamlarımıza eləsin. Tətəbir elə də gör. İkisi də 23 yaşında. İkisi de yeni günler. İkisi də yeni gündə. Evet. Allah təmşəhətlərini rəhmət eləsin yenə. Vallahi bizə Ağdam, Bərdə, Yevlax bizim üçün hamısı eynidir, əzizdir. Amma Ağdam bizə daha da olmadı. Çünki niyə? Ağdamın qəhrəmanları bizim yaddaşımıza silinmir. Bütün bölgələrdə qəhrəmanları var. Bütün yerlərin qəhrəmanlarının qabağında baş əyir. Amma Ağdam qəhrəmanlarında xüsusən qeyd edilir. Elə bu Asifgilləri, Allahverdigilləri. Yəni o da yaddaşımıza silinmir. Ona görə bizə laf doğma gəlir Ağdam. Sən təşəkkür edirəm Qurban müəllim. Sami müəllimə, sizə, siz bu tədbirlərə həmişə qanunlu şəkildə, düzgün şəkildə təşkil edirsiniz, qeyd edirsiniz. Onun üçün sizə təşəkkür edirəm. Qeyd edirəm. Allah təmşəhətlərini rəhmət eləsin. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم سبح اسم ربك الأعلى الذي خلق فسوى والذي قدر فهدى والذي أخرج المرعى إلا ما شاء الله إنه يعلم الجهر من يغشى ويتجنبها الأشقى الذي Yaş. Yurt oğlu ne kadar nasıl var burada? Gel bakalım. Sen ne gel? وذكر اسم ربه فسلى بل ترسلون الحياة الدنيا في صحف الأولى صحف إبراهيم وموسى صدق الله العلي العظيم وصدق وبلغ رسول النبي الكريم ونحن على ذلك من الشهداء والشاكرين والحمد لله رب العالمين. قال تبارك وتعالى في كتابه الكريم إنا لله وإنا إليه راجعون. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على محمد وآل محمد. أشمرتنا بآية القرآن وسلم أحيانا بحرمات القرآن. اللهم اجعل القرآن لنا في الدنيا راحة وفي القبر مونسا مغفرا ومتقبلا. سبحان ربك رب العزة عما يصفون وسلام
Muhammed'in alimleri. Fatiha. Ya Allah cənnətə şərtləri üzərə qoyarlar. Allah məqamlarını Allah Mühün ana. Gördün balan ne kadar anası var. Gördün ne kadar atası. Hamı buradadır. Bu her birinize aittir. Sizin hansısa birinizin başına bir iş gelse onu bilin ki her biri buradadır. Analarımız buradadır, atalarımız buradadır. Allah sizin her birinize sabır versin. Allah senin de şəfanı versin. Ve indi her birimiz burada şehitler evinde bütün şehitlerimizin adına çay süfrəsi asılır. Her biriniz burada çay insanından için. Ve bir de sabahlarım Taneminin 40'ıdır. Yani kim oraya gitmek istese grubumuza ses atsın, hamımız koma gedək oranı ziyaret edelim.